Salam uşaqlar. Üçbucaqlar sınaq 9-un izahına baxırıq. Birinci şəkildə belə bir şəkildir. Birinci testdə belə bir şəkildir. Biz öyrənmişdik ki, yəni dərs qaydada demişdik ki, içəridəkilərin cəmi çöldəkinə bərabərdir. 40-dır, 50-dir və 20-dir veribdir. Bunları toplayıram. 90, üstünə də 110 dərəcə eləyir. Yəni içəridəkilərin cəmi alfa, beta, gamma olduqda burada bir x qoysam, alfa plus beta plus gamma bərabərdir x yadınızda saxlayın. Bu tip şəkildə dediyim qaydada olur. İkinci, yəni birdə cavab A bəndi. 2. Belə bir şəkil yenə də tənbələnə oxşuyur. Tənbələn verilibdir. Aha, A, B, C. Bu da Y. Deyək ki, üçbucaq ABC-də B'yi üçbucaq ABC-də B'yi tənbələndə olsun. Tənbələn nə idi? Təpədən çıxır, çıxdığı təpəni yarı bölən düzxət parçası idi. Xassəsi nə idi? İndi deyəcəm. AB yazılıb 12, BC bərabərdir 15, YC buradır 5, AY-nin uzunluğu. Uşaqlar, adi sadə, yəni bir qayda tətbiq edəcəm. Yəni demişdik, bunun nisbəti bərabərdir, bunun da buna yazıram. 12-nin, bax 12-nin öz x-ə nisbəti bərabərdir. 15-in də 5-ə nisbəti. İxtisar gedir 3. Bundan da bu ixtisar gedir 4. X bərabərdir. 4 almış oluram. 2-də cavab Y bəndi. 3. 3-də deyir ki, deməli, üstə deyir ki, ABC belə bir ABC üçbucağı verilib. ABC üçbucağında B'yi yenə də bunu veribdir. Tən böləndir. Tən bölən neyinir? Bucağı yarı bölürdü. AB 3 santim. BC 7 santim. AC 9. AC-ni artıq burada diri gördünüz, bayaq belə vermişdi. Biz rahat yazdıq, nisbətdən tapdıq. Amma burada görürsünüz, AC-ni belə verib. Onu mən bura bir A deyərəm, burada B. Sonra verilən, yəni, nədir bu? Tənbələnin özünün xassəsini tətbiq edib yazaram. Mən hələ ki bildiyim 3-ün A-ya nisbəti, biraz aşağıdan yazın. 3-ün A-ya nisbəti bərabərdir 7-nin də B-yə. Düzdür? Buradan bir viking qaydası görürsünüzmü? A bərabərdir 3K, B bərabərdir 7K alıram. Düzdür uşaqlar? Artıq A-nın yerinə 3K, B-nin yerinə 7K yaza bilirəm. Ümumilikdə neçə deyir bərabərdir? 9-a. Yazıram 3K plus 7K bərabərdir 9. 9 mu deyib? Olsun. 10K bərabər 9, K da bərabər 9, ona böləndə 0,9 düşmüş olur. Nə istəyir məndən? AY, A. 3K'dır. Düzdür? 3 vur 0,9'dan cavab 2,7. Yəni 3'də cavab C bəndi olmuş olur. 4. Yəni bunları edə bilmək üçün sadə, adi tənbələnin xassəsini bilmək gərəkdir. 4. Düzbucaqlı üçbucağın sadə məsələlərdə əlbəttə ki, katetləri 3-ün 4-ə, 3x, 4x nisbətindədir. 3, 4, 5 olurdu. Sadəcə nisbət dediyinə görə yana da x qoyuram. Hipotenuzun uzunluğu 20-dir. Yəni 5x 20 olarsa x bərabər 4 olmuş olur. Üçbucağın perimetrini deyir. X-i 4 tapdımsa bura 12, 16, 20. P bərabər 28, 20, 48, 4-də cavab B bəndi. 5. İti bucaqları, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi neçə idi? 90 dərəcə. 2-nin 7-yə nisbət olanda, demişdim nisbət olanda yanına x qoyun. 2x, 7x plus 90 dərəcə. Niyə? Çünki iti bucaqların cəmi 90 dərəcəyə bərabər idi. Bax bu düzbucaqlı üçbucaqda. Bax bu bucaqla bu bucağın cəmi 90 dərəcədir. 9x bərabər 90, x bərabər 10 dərəcə. Bu bucaqların fərqini deyir. Artıq 10-dursa, bunu bilirəm ki, biri 70 dərəcədir, bir də 20 dərəcə. Fərqi də edəcək 50 dərəcə cavab 5-də D bəndi olmuş olur. 6. 6-da 6 heç nə adi bir təklifdir. 6 deyir, təklərdən hansı doğru deyil? Baxaq, düzbucaqlı üçbucağın iti bucaqların deyəcəmi 90 dərəcədir. Doğrudur da, indicə nə dedik? Düzbucaqlı üçbucağın hipotenuzu seçmiş median hipotenuzun yarısına bərabərdir. Bəli, biz belə bir şey demişdik ki, düzbucaqlı üçbucaqda bilirik də bu hipotenuzdur. Bunlar isə katetdir. Düzdür? Bu median. Demişdik ki, bu hipotenuzun yarısı, hətta bir də möhtəşəm üçlü alınırdı. Əgər yadınızdadırsa. Yəni ona görə də B bəndi də doğrudur.
C bəndi düzdür. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun köküçmisinə bərabərdir. Uşaqlar düz deyir bunu. Hipotenuzun köküçmisinə bərabər deyildiyi hipotenuzun yarısına bərabər idi. Yəni hansı təşkil doğru deyil deyə soruşulursa, altıda cavab C bəndi olmuş olacaqdır. Yəni 6-da C bəndi. D bəndinə baxaq. Düzbucaqlı bucağın hündürlükləri düzbucaq təpəsində kəsişir. Bu nə deməkdir uşaqlar? Bunu istəyirəm çəkən belə göstərəm. Baxın, altdan söhbət gedir. Düzbucaqlı üçbucaqdır. Uşaqlar, düzbucaqlı üçbucağın bir hündürlüyü budur. Düzdür? Baxın, hipotenuza çəkilir. Demişdim ki, digər hündürlüklər elə katetlər olur. Bax, bu hündürlüyün biri. Bu biri, bu da biri. Hər biri harda, üçü də bir yerdə harda kəsişdi. Düzbucaq təpəsində kəsişir. Yəni bu fikir doğrudur. Düzbucaqlı üçbucağın xaricdən çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Bəli, xaricdən çəkilmiş çevrənin radiusu, bax bunun radiusu, bax bu. Bura radiusu eləyir. Xaricdən çəkilmiş çevrənin radiusu. Əslində biz onu böyük yerdən işarə edirdik. Bu ümumi hipotenuzun yarısına bərabər. Eğer bərabərsə bölü hipotenuzu sizə götürsəydim. Yəni cavab 6-da Y bəndi də doğrudur. 7. 7 çox məşhur suallardan biri. Alfa böyük 90 dərəcə. 90-dan böyüksə təbii ki, bu çorbucaqdan söhbət gedir. Çorbucaq üçün tərəflər 3 və 4-dür. Demişdim ki, C artıq elə bir ki, düz bucaq olanda A kvadrat plus B kvadratına bərabər olurdu. İti bucaq olanda bundan kiçik olurdu. Bundan kiçik olurdu. Amma çorbucaq olanda A kvadrat plus B kvadratından böyük olurdu C-nin kvadratı. C yazdığıma görə artıq kökdə yazıram. 3-ün kvadratı plus 4-ün kvadratı hər zaman kiçikdir. Modul lazım deyil, o fərqi idi. Elə 3 plus 4-dən. Bu eləyir 5 çıxır bundan. Kiçikdirsə kiçikdir. Deməli 7. Nə istəyir bizdən? AC tərəfinin ən kiçik tam qiymət. Bu arada ən kiçik qiymət cavab 6-dır. Yəni 6 alır da burada ən kiçik. Ona görə cavab D bəndi olmuş olur. Keçək 8-ci suala. 8. Nə deyir? Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri 20 dərəcə olarsa. Görürsünüz, heç bunu çəkməyəcəm. Bu hazır qaydada tez-tez sizə təkrar elətdirir, amma hündürlüklə median arasındakı bucaqdan söhbət gedir. Uşaqlar, demişdim hündürlük median. Tənbilən söhbəti varsa, iti bucaqları çıx 2-yə böl. Amma görürsünüz, bax burada tənbölən söhbəti yoxdur. Söhbət hündürlük bir də mediandan gedir. Ona görə də elə çıx. Hündürlük median deyəndə yalnız iti bucaqları çıx. Yəni da 2-yə bölmə. İndi deyir iti bucaqdan biri 20 dərəcədir. Bax biri 20 dərəcədirsə, iti bucaqların cəmi 90 olduğuna görə digərinə əlbəttə ki 70 qalır. Hündürlüklə median dediyinə görə də iti bucaqları çıxıram, cavab eləyir neçə dərəcə? 50 dərəcə. 8-də cavab B bəndi olmuş olur. 9. Nə deyir? Belə bir şəkil verilib 9-da. Şu bucaq şəkli B, A, C. Bura 30 dərəcə. 12. Şəklə əsasən B təpəsindən AC tərəfinə qədər uşaqlar məsafə eşitdinizsə bilin ki perpendikulyardır bu. Perpendikulyar çəkməlisiniz. Kimdən? Deyir B-dən AC-yə. B-dən AC-yə bir dənə perpendikulyarı çəkdim. Perpendikulyar işarəsi də bildiniz. Artıq burada belə bir düzbucaqlı üçbucaq aram 2 dənə. Düzbucaqlı üçbucağın deməli 30 dərəcəli bucağın qarşısında, bax bu 30 dərəcənin qarşısında duran katet bu katetdir. Bu düzbucaqlı üçbucağı görürsünüz də. Duran katet hipotenuzun yarısı, yəni 6-dır. Elə AC-yə qədər məsafə də buydu da. Məsələn, BH götürsəm, yəni bu məsafə BH məsafəsidir. Bunu istəyir bizdən. BH-də necə tapdım? 30 dərəcəli bucağın qarşısındakı katetdən istifadə edib 6 olduğunu tapdım. Cavab Y bəndi olur 9-da. Silirəm. 10. Deməli 10-da nə deyir? 10 katetləri 6-8 olan, katetlər 6-8 isə hipotenuz 10-dur. 10-cu sual. Üçbucağın daxilinə çək. Bunu sadəcə düstur bilməlisən. Düstur bilməsən yazanmayasın. A plus B minus C böl 2. Daxilinə çəkilmiş deyəndə kiçik yerdən söhbət gedir. 6 plus 8 minus 10 bölü 2 14. 4 bölü 2-dən cavab 2 olur. Onda cavab C bəndi olmuş olur. 11.
Katetlər 5 yenə Pifaqoraddır. 5, 12, 13 olur hipotenuz. Düzdür, xaricini seçilmiş. Bayaq böyük yeri dedim. Böyük yer, yəni xarici seçmiş çevirən radius hipotenuzun yarısına bərabər idi. 13 bölü 2-dən cavab 6,5. 11-də cavab deməndə olmuş olur. Görürsünüz? Həmişə təkrar elətdiyim düsturlardır. Düsturlar bilməlisiniz, düşəcəkdir. Düzəltmiş ucağın hipotenuzu seçilmiş hündürlüyü hipotenuzun. Baxaq, Evklid teoremin iyisi gəlir burnuma. Düzəltmiş ucağın hipotenuzu seçilmiş hündürlük. Hipotenuzu seçilmiş hündürlüyü çəkmək. Hipotenuz 4, 9. Bunu bu arada yazıda salım. Keçən dəfə bu hissəni mən izah etdim ki, bu nə idi? Bu nə idi? Görüm kim orada video baxa-baxa deyə bilər. Bu katetin, yəni mən məsələn A katetinin hipotenuz üzərindəki proyeksiyası idi. Yadınızdadır da proyeksiyası. Keçən dəfə izah elədim, dəftərə də dedim yazın. Hər nəysə, bu da H-dır. Bizdən nə istəyir? Hündürlüyü. Uşaqlar, bunu M-in işarə edir deyə yadınızdadır. Belə düstur yazmışdıq. H kvadratı bərabər M vur M. Heç nə də onu yazıram elə. H kvadratı bərabərdir. M-im 4-dür, N-im də 9. 4 vur 9. H-ın kvadratı bərabər 36-dan H neçə çıxacaqdır? Neçə çıxacaqdır? 6. Elə hündürlüyü istəyirdi. Cavab 12-də A bəndi olmuş olur. 13. Deyir ki, üçbucaq ABC çəkirəm. ABC. Uşaqlar, bu kongruentdir deməkdir də. Deməli, oxşardır. Bu kongruentlik, bərabərlik işarəsidir. Ümumi belə olanda bu oxşarlıqdır. Deyir ki, üçbucaq ABC, üçbucaq MNK-ya. MNK-ya uyğun olaraq təpələri qoydum. Deyir ki, kongruentdir, yəni oxşardır. AB 6-dır, BC 8-dir, olsun. AC-də 9-dur. Uşaqlar, bu əgər buna, yəni belə kongruent, oxşardır, bərabərdirsə, kongruentdirsə, yəni tərəflər də uyğun olaraq 6, 8 və 9 olmalıdır. Və burada bu üçbucağın perimetrini soruşsa 6 plus 8 plus. Bu T əlamətinə əsasən, yəni tərəf əlamətinə əsasən 3 tərəf bərabərsə, digər 3 tərəfdə üçbucağın 3 tərəfi uyğun olaraq digər üçbucağın 3 tərəfinə bərabər olmuş olsa, yəni onlar oxşar və yaxud da kongruent üçbucaqlar olmuş olur. Bu da nə eləyir? 17, o da 23 eləyir də. Bəli, 23 eləyir. 13-də cavab B bəndi olmuş olur. 13, 14, hə. 14-də belə bir şəkil verilib. Birini belə çəkiblər. Baxın, bunu uzadıb. Birində buradan körbucaqlı bir üçbucaq çəkiblər. Olsun. Şöyle bu 60'dır. 60 görürəm. Testdə də deyəsən demişdim ki, 60 qəbul edim. Çünki testdə yaxşı görsənmir. 25 dərəcə 45. Elə bir tez məsələyə özü yetir də. Bu üçbucaqdan söhbət gedir. Bu xarici bucaqdır. Xarici bucaq nə demişdim? Demişdim ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər. 25 dərəcə plus 45 dərəcədən 70 dərəcəni aldı. Buraya yazıram 70. O da x tapbağa nə var ki? X də 180-dan üçbucağın daxili bucaqların cəmini neçə idi? 180. 180 dərəcədən çıxıram. Bu ikisinin cəmini 130. 60-dan 70, 130 cavab eləyir 50 dərəcə. Yəni 14-də cavab C bəndi. 15. 15 də elə eynisidir deyəsən. X istəyir deyilə. Bəli, 15. Uşaqlar, asan suallardır deyə. Yəni üstündə çox durmuram da, vaxt çox getməsini tez-tez izah eləyirəm. Bu x-dır. Olsun. Bu 40-dır. Bayaq burada bucaq vermişdi, indi verməyib. Ona görə məcburam sözünü tez oxuyuram. Deyir üçbucaq ABC, yəni ABC söhbət bundan gedir də. Üçbucaq ABC bərabər tərəfli. Bərabər tərəfli çəksə aydındır ki, deməli bərabər tərəfli bunun 3 tərəfi bərabər olan üçbucaq və 3 bucağı bərabər olan digər adı nə idi? Düzgün üçbucaq. 60-dır yenə də. Baxın bu üçbucaq xarici bucaq oldu, bu 60 oldu. Onda x məcburda 20 olsun. 2 ona qonşu olmayan 2 dənə daxili bucağın cəmi 60 versin. Aydındır? Üçbucağın xarici bucaq xassəsindən istifadə edib cavabı 20 tapıram. Yəni 15-də cavab Y bəndi. Testimizin tam ortasına gəldik. Çatdıq elə 14-cü dəqiqədəyik. 15-ə keçmişik. Yaxşı, 16. 16 deyir ki ABC. ABC üçbucağında B-yi tənbələndi. Olsun. Yenə də tənbələn xassəsi. O nöqtəsi
Ağırlıq mərkəzi. Uşaqlar, bu deməli həm tənböləndə ağırlıq mərkəzi söhbət keçirsə, belə çıxır ki, bu həm də mediandır. Yəni tərəf də yarı böləcəkdir. Və baxın, bu həm tənbölən, həm mediansa, onda bu həm də hündürlük olmalı. Deməli, bu üçbucaq nə vaxt median, hündürlük, tənbölən bərabər olurdu? Bu üçbucaq ya bərabər tərəfli üçbucaq olmalı idi, ya da bərabər yanlı. Ya bərabər tərəfli, ya bərabər yanlı olanda bu üçü bərabər olurdu. Niyə hökm elədim bunun belə olduğuna? Bir də deyirəm. Deyir ki, bu tənböləndir. O da medianların kəsmə nöqtəsidir. Yaxşı, bu tənbölən bu medianın kəsmə nöqtəsi üstündən keçsə, belə çıxır ki, bu həm də mediandır. Yəni medianla tənbölən eynisə, deməli bu həm də hündürlükdür. Deyir BO 8. Ana 8, hə. Keçdik median xassəsinə. Median demişdik ki, təpədən başlayaraq bura, bunun buna nisbəti 2-nin 1-ədir. Yəni bu hissə buranın 2 qatıdır. Yəni bura buradan 2 dəfə çox. Bu 8 isə bu avratlı 4 olur. Bu o nöqtəsidir də, yəni çaşdırmasın. Bildiniz də, yəni median olduğuna görə mediada axı 2-nin 1-ə nisbətində bölünürdü. Yuxarının 8 verirsə aşağı avratının 4 olur. Belə çıxır ki, bunların 3-ü də, axı bu B7 də. B-yi həm median, həm tənböləndir. 8-in üstünə 4 gələndə 12-dir demək ki. Nə deyir ki? Hələ var davamı. B-si də deyir ki, 15-dir. Artıq Pifaqor ədədləri baxın. 12. Neçə olmalıdır? 9. Bir də 15-də. Yəni belə deyim də. Bura 12-dir. Bu düz uzaqlı üçbucaqda görürsünüz. Hipotenuz 15-dir. A kvadrata bərabərdir. 225, yəni 15-in kvadratı çıx. 12-in kvadratı 144. O da 81. A bərabərdir. 9 olmuş olur. A burada bunu işarə edirəm də. Yəni A bundan söhbət gedir. Nə istəyir? Bizdən amma AS'nin uzunluğu istəyir. Uşaqlar A burada, bu da A'dır da. Yəni median axı bərabər bölür. Deməli bu 9'dur, bu da 9. 9'un üzrə 9 cərəndə 18 eləyir. Cavab 16 debəndi. Yəqin ki, aydındır məsələ. Kim səhv eləmişdirsə. Ümid edirəm ki, səhvini başa düşdü. 17. Belə bir üçbucaq çəkilib. Bura x verib, bura 30 verib. Və bildirir ki, bu bərabər yanlı üçbucaqdır. Bu da bərabər. Buradakı bu üçbucaq da bərabər yanlı. Görsü yanları bərabərdir. Plus da bunu da verib ki, bu böyük üçbucağın özü də bərabər yanlıdır. X bucağın dərəcə ölçüsünü tapın. Necə tapa bilərik? A, B, C, D. Aha, bu bərabər yanlı üçbucaqdırsa, uşaqlar, bu həm mediandır, həm tənböləndir, həm də hündürlükdür. Belə çıxır ki. Deyir ki, burada mütləq bir şey verilməlidir. AB bərabər BC. A, budur da. A, B, C, Y. Bunları bərabər verib. Bu bərabər yanlı üçbucaqdır. Olsun. Deyir ki, A, B bərabər BC və B-yi də YC-yə bərabərsə X-in dərəcə ölçüsünü tapın. Yaxşı, bunu bildik bərabər yanlı üçbucaqdır. Sadəcə olaraq bunu mən əgər tənbölən götürsəm, onda bu da 30 dərəcə olar. Belə çıxır ki, bu həm də bərabər tərəfli üçbucaq olmuş olacaq da. Düzdür, bərabər tərəfli üçbucaq olacaq. Ya da burada möhtəşəm üçlüyün əslində görə bilirəm. Bu buna bərabərsə, bu da buna bərabərdir. 60 dərəcə. Bildiniz də bərabər yanlı üçbucağın əgər təpə bucağı 60-sa digərlərdir. 180-dən 60-ı 2-yə böl. 60-60 olar. Amma bu bizdə bunun tənbölən olduğunu demir. Ona görə də bunu belə götürə bilmirik. Deməli 17-yə bir də baxıram. Yəqin nəsə gözümdən qaçır. Çəkirəm. A, B, C. Bu, bəli, bunun tənbölən olduğunu demir. Götürə bilmirəm. Bayaq kimi görürsünüz, götürün, cavab çıxmır. 30 dərəcə. Bu buna bərabərdir. Bu da buna bərabərdir. Yaxşı uşaqlar, onda bucaq verməklə həll edirəm. Bərabər yanlı üçbucaqda demişdik ki, oturacağa bitişik bucaqlar bərabər. Bu x-dırsa, bu da məcbur nə olmalıdır? X olmalıdır. İndi fikir verin uşaqlar. Axı bu da bərabər yanlı üçbucaqdır. Görürsünüz. Bunun da oturacağına bitişiklər onda bərabər olmalıdır. Bu da x olmalıdır. Düzdür? Artıq üçbucağın, bu ümumi ABC üçbucağın daxili bucaqları var. Biri x-dır, biri 30 plus x-dır, biri də x-dır. Görürsünüz, yəqin ki, yazıram x plus 30 plus x plus bu x bərabərdir 180 dərəcə.
3x bərabərdir. Attım bu yana 150. X də bərabər 50 dərəcə. Все. X istəyirdi cavab 50 dərəcə A bəndi. Yəni bu neçə idi? 17. 17-də cavab A bəndi olmuş olur. Yəqin ki gördünüz. Yəni tənbölən deməyəndə ki bu tənböləndir. Məsələdə özün öz başına onun tənbölən olduğunu deyə bilməzsən. Görsən bax deyəndə cavab düz gəlmir. Niyə belə oldu? 18. Uşaqlar 18-ə demişəm ki, işləyəndə şəkilə baxa-baxa işləyəndə 60-60-60 dərəcə görürsünüzsə üçü bir yerdə. Artıq bu bərabər tərəfli üçcək. Bərabər tərəfli nədir? Yanları bütün, yəni yan deyəndə əslində bütün tərəfləri bərabər. Tərəfin birini 2x plus 2 qoy, birini 4x qoy. Belə çıxır ki, bunlar nə olmalıdır? Bərabər. Olmalıdır ki, 60-60-60. Yəni bu da bərabər olsun. Bucaqlar tərəflərdə bərabər olsun. Buradan 2x bərabər 2-dən x bərabər 1 almış olurum. Üçcağın perimetrini istəyir. Tərəf 4x-dırsa 4 vur 1. Bura 4x-dir da. 4 vur 1-dən 4, 4, 4. Perimetri də olacaq. 12 cavab cəbəndə olmuş olur 18-də. 19. Deyək ki, abisi düz uzaqlış bucaq. 19. B təpəsidir 90 olan. A, B, C. Düz uzaqlış bucaq B. Bucaq C 60. 60 sabratını bura. Bura neçə olur? 30 dərəcə olur. Yaxşı. B-də deyir hündürlükdür. Baba B-yi hündürlükdür. Hündürlük olub 6 santim olub. Fikir verirsiniz, burada düz uzaqlış bucağı da 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısıdır. Bura 12 olar. Söhbət bu düz uzaqlış bucaqdan gedir. Ha. Hündürlükdə deyinə görə belə yazdım. Artıq aydındır da yəqin ki. AB. Elə AB-ni istəyirmiş. Elə AB-ni istəyirmiş. Cavab 12. Yəni 19'da cavab D bəndə olmuş olur. 20. Sinus alfa plus kosinus alfa. Sinus alfa nəyə bərabərdir? Bir özünüzü deyin görün deyə bilərsiniz. Deyəməyən geçsin qayda dəftərini zəhmət çəksin, bir dəfə bir təkrar eləsin. Sinus alfa qarşıdakı katetin hipotenuza, kosinus alfa bitişik katetin hipotenuza olan nisbəti idi. Şəkildə qoy çəkim göstərim. Baba alfadır, bu 3'dür, bu da 4'dür. Baxın. Alfa söhbət bu alfadan gedir. Bunun sinusundan və ya kosinusundan söhbət gedir. Sinus alfa 3, 4, bu da 5'dir də. Əlbəttə ki, hipotenuz 5 olur. Sinus alfası, bax bu alfanın sinusu. Bu alfanın sinusu bərabər. Qarşıdakı katet, bax alfanın qarşında duran katet bu katetdir. 3'ün hipotenuza nisbəti 5'ə. Kosinusu da, bax buna bitişik katet bu katetdir. Düzdür, 4'ün 5'ə. Bunların cəmini istəyir. 3'ün 5'ə nisbəti, üstə görə 4'ün 5'ə nisbəti cavab eləyir 5'də. Neçə eləyir bu? 7. 5'də 7 cavab 20'də Y bəndi olmuş olur. 21. 21. Düz uzaqlış yaş çəkirəm. Düz uzaqlış hipotenuzunun ortasında. Bax, hipotenuzun ortası deyir bu. Məsafə demişdim nədir? Ora qədər məsafə, yəni hündürlük. Bayaq dedim ki, perpendikulyardır. Hipotenuzun olsa katelər qədər məsafə. Bax, buradan bura qədər deyir məsafə. Bunu qoydum. Bax, məsafə deyir, ona görə bunu qoydum. Yəni bu perpendikulyarlığı qoydum. 1.5'dir. Deyir, buradan bura qədər məsafə 2'dir. Düzdür? Yox, buna demirik. Bunu deyir 2'dir. Bu məsafə 2'dir. Uşaqlar, baxın. 90'dır bu. Bu da 90'dır, bu da 90. Əlbəttə ki, artıq bu da 90 olmalıdır. Artıq burada tərəflər bərabər olmadan öncə burada bir düz bucaqla əmələ gəlib. Çünki daxili bucaqların hər biri 90 dərəcə. Qarşı tərəflər bərabər olmalıdır. 2-dirsə, bu da 1.5'dir. Üçcağın perimetrini istəyir. Qulaq asın uşaqlar. Deməli, burada necə yanaşasınız? Bu üç bucağın belə deyək də orta... Bu hissə bu hissəyə bərabərdir də, düzdür. Yəni özü də daxil hipotenuzun ortasından götürülmüş nöqtədən məsafələr. Ortasından həmin tərəflərə çəkilibsə, belə çıxır ki, uşaqlar orta nöqtəsindən çəkilibsə, onda bu da 1.5 olacaq. Çünki bunu da yarı bölünmüş olacaq. Bu da 2-2 olacaqdır. Aydındır. Yəni bunların da ortasına çəkilir də, yəni katetlərdə bərabər bölünür. Çünki hipotenuzun ortasından çəkilibdir bu xətt. Onda bunu da yarı bölər. Buradan çəkiləndə bunu yarı bölər. Onda buradan bura məsafə 4 olur. Buradan 1.5 bölünür 3 olur. 3 4-cü hipotenuzun 5 olur. Perimetr istəyir. Nə istəyir? Baxın. İstək.
21. Perimetrini istəyir. 4 plus 3 plus 5-dən cavab eləyir 12. 21-də cavab A bəndə olmuş olur. Yəqin ki, aydındır. Orta nöqtə söhbətidir. Buradan çəkiləndə tərəfi yarı bölür. Çəkilən tərəfi yarı bölür. Yəni, üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirən xəttə nə deyilirdi? Üçbucağın orta xətti. 21. 21. 20. 21. 26'ya gəldik. 21. 22. Tapa bilmirəm. 13. Deməli, 21. 21, 22. 22. Son 8 sual. 22. Belə bir şəkil çəkilibdir uşaqlar. A, B, C. Belə bir M çəkilib. Bura qoyulubdur. Burada 25 yazılıb. Olsun. Deyək ki, bərabər tərəf. Bərabər tərəfin eşidən kimi tez bucaqları 60 yazıram. 60'dır. Onda burada 60 olmalıdır. 60'dan 25 çıxanda buraya yazıram 35 dərəcə. 50, 60. 60 versin deyə. Düşsüdür. Bura nə qalır? Nə istəyir ki? A, M, C. Bu ikisi istəyir də. Burada bir dönüş bucağı əmələ gəlir. Və ya heç buradan getmirəm. Bu üç bucağı. Xarici bucağıdırmı? 60 plus 25'dən cavab 85 olur. Yəni cavab 22'də bir bəndi. Bərabər tərəfli üç bucağın daxili bucaqlarının hər birinin 60 dərəcə olduğunu bilməlisən. 23. Bərabər yanlış bucağın xarici bucaqlarının bir 40 dərəcəsinin daxili bucaqlarını tapın. Üç bucağın xarici bucaqlarından biri 40'dır. Uşaqlar, xarici bucağı, məsələn, deyirsiniz ki, müəllimə, xarici bucağı, məsələn, bunu götürün, bunu götürə bilməyəcəksən. Ona görə ki, bunun içindəki iti bucaqdır. Aslında kör də ola bilər. Körün qonşusu iti. Bilirsiniz, yəni nə demək istəyirəm. Qonşu bucaqların cəmi 180 dərəcədə. Kördüsə qonşusu iti olur, itisə də qonşusu kör olmalıdır da, aydındır. Burada kör bucaq, hər neysə. Xarici bucaqlarından biri 40 dərəcədir. Məsələn, buna 40 dərəcə verirəmsə, artıq bu da neçə dərəcə olacaqdır? Üzbəyüz olduğuna görə bu da 40 dərəcə olacaqdır. Nə deyir ki? Xarici bucaqlarından biri 40 dərəcədir. Deməli, belə də tapa bilərsiniz. Deməli, baxın, bir də baxaq. Deməli, 23. Bərabər yanlıdan söhbət gedir, ha? Qoy çəkim. Bərabər yanlı bucağın yan tərəfləri nədir, uşaqlar? Bərabərdir. Xarici bucaqlarından bir. Ümumiyyətlə, şuan xarici bucaqların cəmi neçə dərəcədir? 360 dərəcədir, düzdür. Aha, xarici bucaqlarından biri 40'dır. Şəklinin üstündə istəyirəm, göstərəm. Deməli, 40 dərəcə mən bunu götürsəm, hansını götürəcəm? Biri 40 dərəcədirsə, uşaqlar, bir daxilisi məcburdur ki, nə olsun? Üçbucağın elə bir ki, xarici bucağı ilə daxili bucağı qonşu bucaqlardır da, aydındır. Biri 40'dırsa, onda o biri, məsələn, bura uca verə bilməyəcəm. Bura 140 dərəcə olur da. Yəqin ki, başa düşdünüz nə dedim də. Yəni, nətər deyim, əslində şəkildə biraz aydın olmur. Mən bunu körbucaqlı çəkməli idim də. Bunu silim. Buraya da bir 40 dərəcə olur. Bir dənə xarici bucağı 40 dərəcə deyir. Onda onun daxilisi məcburdur 140 olur ki, çünki qonşu olaraq 180 verməlidir də cəm. Əslində mən bunu biraz belə, baxın, biraz belə bu formada, biraz da belə nətər deyim, biraz belə kör bucaq tipini də çəkməli idim ki, bunu çəkəndə burada iti qalsın, bu 40 dərəcə kör bucağı verə bilim. Aydın biraz şəkil absurd görsənir də. Belə çəkəndə daha aydındır. Cəm lazım deyil. Bəli, xarici bucaq 40 dərəcə, daxili bucaq 140'dır. 180-dən 140 daxili bucaqların cəmi 140 bölürsən 2-yə, aşağı 2 dənəsini tapırsan da. Deməli, nə eləyir? 40-40'ı da 2-yə cavab eləyir 20 dərəcə. Deməli, bunlar 20 dərəcə 20 dərəcəymiş. Yəni, çünki bərabər yanlış bucağın yanları və oturacağı bitişik bucaqları bərabərdir. 20-20-140'dan cavab neçədir bu? 23'də deməndə olmuş olur. 24. 24'də yenə belə bir şəkildir. 24. A, B, C. Bura 43 dərəcə verib. Bura 17 verib. 17 dərəcə. Bu üçbucağın daxili bucaqlarından bilirəm ki, buna
neçə qalacaqdı? 50, 60, 120 dərəcədə də buranında. Nə istəyir? DSA. Bizdən buranı istəyir. AB, BC bu arada bərabərdir. Bunlar bərabərdirlər uşaqlar. Belə çəkirəm. Burada bu var ona görə. Belə çıxış oturacağı bitişik bucaqlar bərabər. Bax, indicənə bayaqçında da dedim. Təpə bucaq 120-dirsə, 180 çıx 120, qalır 60, 62, 30. Deməli, bunlar 30, 30'dur. Bura nə olmalıdır? 13 dərəcə olmalı ki, burada 30 olsun da. Yəni ki, aydındır nə dediyim. DSA bərabər olur 13 dərəcədən cavab 24-də. Y bəndi 25. 25-də belə bir şəkil çəkilib. 70 dərəcə, 40 dərəcə. Uşaqlar, bura nə eləyir? 110-dan, bu ikisi 110 eləyir. 180-dan 110 çıxıram. 70 dərəcə. Bu 70-dir, bu da 70 verir da. Düzdür. Qarşılıqlı bucaqlara görə. Bu da 60-da. Bunun hardan 70 olduğunu yəqin ki, aydındır da. Bir də deməyim. X-ə nə qalacaq? 180-dan bu ikisinin cəmin çıxılmışı da. 130 çıxanda 50 dərəcə. Aydındır. Cavab 25-də. Y bəndi olmuş. Olur. Ümid edirəm ki, 25-i hər kəs düz yazıb. 25. 26. 26 bərabər tərəfli üçbucağın iki hündürlüyü arasında. Uşaqlar, bərabər tərəfli üçbucağın yazı saxlayırsınız. Üç tərəf də bərabərdir. Üç bucaqlar da bərabərdir. Nə bilim, hündürlükləri də, medianları, təbilənləri falan hamısı bir-birinə bərabərdir. İndi iki dənə hündürlüyü deyir. Bax, bu hündürlüyü çəkirəm. Hündürlük nə idi? Tərəfə çəkilmiş perpendikulyar. Birini buradan çəkirəm. Bu da perpendikulyardır. Uşaqlar, bu həm hündürlükdür, həm medianda, həm tənböləndir. Yenə. Bu həm hündürlükdür, həm tənböləndə, həm mediandır. Yaxşı, bu əgər bərabər tərəfli üç bucaqdırsa, hər bir təpə bucaq 60 dərəcə olar mı? İndi 60-dırsa və bu tənböləndirsə, 30-30 böldü mü? Böldü. Yenə 30-30 böldü mü? Böldü. Ağa, şeydir, həm tənböləndə, həm median. Tərəflər də onsuz da yarı-yarı bölür. Yaxşı, uşaqlar, 30-30-dursa, bura neçə dərəcə olacaqdır? 60, 120 dərəcə. Bura neçədir? Bu da bunun qonşusu neçə dərəcə olacaq? 60 dərəcə. Nə istəyir məndən? Deyir ki, iki hündürlük. Bax, bu bir hündürlük, bu da bir hündürlük. Bunlar arasındakı iti bucaq. Bunların arasında bir dənə kor var, bir dənə də iti. İtin dediyinə görə cavab 60 dərəcədən C bəndi olmuş. Olur. 27. Tərəfləri bu olan üçbucağın böyük tərəfinə çəkilmiş medianın uzunluğu. Konkret düstur istəyir bu məndən. Medianın düsturu yəqin ki, yadınızdadır, yadında olmayandır. Məsələn, EMA. 2-də 1 kök altında. Deməli, 2 aya çəkilibdir. 2b kvadrat plus 2c kvadrat minus 2siz a kvadratı. Düstur belə idi. Böyük tərəfə çəkilmiş median dediyinə görə M8. 2-də 1 kök altında 2 vuraq 4-ün kvadratı 16. Üstəcələ 2 vuraq 5-in kvadratı 25. Çıx. 8 tərəfindən çəkilinə görə 64. Bu da bərabərdir. 2-də 1 kök altında 32. Bu da 50. Nə edir? 32, 50, 82. Çıx 64. Bu da bərabərdir. Nə edir? Buna bunu çıxanda nə eləyir? 64 çıxanda burada 8. 18 köklü mü alınacaq? Bəli, köklü alınmalıdır. 2-də 1 kök altında 18. Çəkil video. 2-də 1 kök altında 18. Bu da bərabərdir. Surət nə olacaq? 18-dən çıxardanda 3 kök 2 böl 2. Cavab B bəndi. Qəşəng sual idi. Düsturu təkrar etmiş və tətbiq etmiş oldu. 28. Deyir perimetri bu olan üçbucağın nisbətləri yaz yerinə. Heç nə. Yəni də bu qədər bəsit əslində olmağı, nə bilim valla. 7, 5, 12x 36-dan x bərabər 3. Nə istəyir? Tərəflərin 3-dürsə, 3-3-ə 9, 4-3-ə 12, 5-3-ə 15. 28-də cavab A bəndi. 29. Katləri altı seçilən hipotenuzu seçmişik. H-ın düsturu var. Düzbucaqlı üçbucaqda hipotenuzu seçilmiş hündürlüyün düsturu katetlər hasinin hipotenuzu olan nisbətidir. Tərəflər 6, 8, əlbəttə ki hipotenuz 10 olacaq. Qoyuram yerinə 6 vur 8 böl 10 cavab 4,8. Yəni bu qədər bəsit. Sadəcə və sadəcə bu gözəlliyi bilmək lazım idi ki, bunu həll edə biləsən. Bir də bu gözəlliyi.
6 8 ise 10'dur. Yəni 6'ın kvadratı plus 8'in kvadratı bərabər 10'un kvadratına Pifagor teoremini verir. Ahan axırıncı, sonuncu sualımız 30. Bərabər yanlış bucaq. Yanları bərabər oturacağım. Bitişik bucaqlar bərabər. Yan tərəfinə paralel olan orta xətti. Yan tərəf bu deyil ya da bu deyil. Buna orta xətt deyəndə uşaqlar digər yerdə qalan iki tərəfin ortasından götürülən orta xətt çəkilir. Yəni məsələn, özüm 2A götürürəm ki, bunu A götürə bilim. Aydındır, burada 2A-dır da bilirsiniz, çünki bərabər yanlış bucaqdan görə. Ehtiyac yox imiş. Orta xətti deyir ki, 5'dir. Bura 5'dirsə, onda bura 10'dur, onda bu da 10'dur. Düzdür? Nə deyir? Bu üç bucağın perimetri 38. Buranı 1x götürürəm, çünki buranı bilmirəm oturacağı. P bərabər 10 plus 10 plus x bərabərdir 38. 20 plus x bərabər 38'dən x bərabər 18 tapmış oluram. Məndən də onsuz da x, yəni oturacaq bu hissədir. Bunlar da yanında. Oturacaq istədiyinə görə burada cavab 30'da B bəndi olmuş olur. Bu qədər əziz uşaqlar. İzləyin. Bilmədiyiniz sualları yenidən baxın. Bütün dediyimiz qaydaların hamısını demək olar ki, burada bütün düsturlardan istifadə olunur. Qəşəng sınağı idi. Uğurlar, sağ olun.